izləyicilər, bugün biz qalxana bənzər vəz əməliyyatdan sonra xəstə özünü necə hiss edir, hansı şikayətlər olub, olmur, o haqda istərdim. Yəni bizə çox suallar verildi ki, əməliyyatdan neçə gün sonra xəstəni evə yola salırsınız və xəstədə hansı problemlər ola bilər, o haqda istərdim məlumat verin və istərdim ki, xəstələrlə birgə bu haqda bir müzakirə edək. Gəldik sizin yanınıza. Salam aleyküm. Salam hoş gördük sizi. İlk öncə təşəkkürümü bildirmək istəyirəm sizə. Sizə və Real Klinikanın rəhbərliyinə. Belə gözəl şəraitdə xidmət olunub bizim üçün. Mən Namazov Samir Yəhyoğlu. 2010-cu ildən el dilində deyilən zor xəstəliyinə tutulmuşum. 15 ildir müalicə edirəm, sadəcə 15 il müalicə, sadəcə axırda qorxan xəstələrdən biriyəm. Əməliyyatdan qorxurdunuz. Buna görə, yəni gec müraciət etdiniz bizə də. Çünki xəstə bizə müraciət edən xəstənin qalxan var vəzinin sağ bayında böyük bir ölçüdə düyün var idi. Həm də sizi boğulma, sıxılma verirdi. Həm də hərəkətsiz bir düyün idi. Və nəysə, xəstələrlə uzun bir söhbətdən sonra, danışıqlardan sonra xəstənin razı sala bildi ki, biraz əməliyyat olunmalıdır. Və dünən də əməliyyat olundu. Bugün isə artıq pasiyenti sağlığını dəyişib evə yola salmasıyıq. Gələ bilərsən, sağlığını dəyişək. Yəni, nəyə görə qorxurdunuz? Səbəb nə idi? Ümumiyyətlə, mən elə sahəsində belə deyil də, iynə falan belə şeydən biraz seçdirəm. İndi düzünüzdən görüm, qorxmanın dəyərli yoxsa yox? Yox, dəyməz idi. Gəlin, saçıda mən o vaxtda bizə çünki həmişə elə olur. Xəstələrə bəzən məlumat verirsən ki, bu qorxacaq bir əməliyyat deyil. Çünki bugünkü gündə, yəni səhiyyəmizdə olan inkişaf, innovativ tədqiqatlar ən çətin zolları rahat bir şəraitdə əməliyyat etməyə imkan verir. Sizdə də yəni səs cihazı ilə oldu. Çünki düyün böyük olduğundan biz qərar veririk ki, əməliyyat səs cihazına icra olsun, səs üzərində yerləşdirir üçün və xəstələrin səsi yerində rahat bir şəkildə. İndi isə sağsını dəyişir, qızlar sağsını dəyişir. Əməliyyatdan bir gün sonra xəstədə yəni sarğı nə cür dəyişilməlidir? İlk öncə bizim əməliyyat sahəsinə qoyduğumuz deyək ki, sarğı hissəsi dəyişilir, drenaj boru xaric olur. Və burada drenaj borunu nəyə görə biz əməliyyat sahəsinə yerləşdiririk? Çünki əməliyyat zamanı qalxanvari vəzinin həcmi böyük olduğu üçün, yəni orada daha çox hemologik maye ola bilər. Və burada əgər yəni xaric olmasa, xəstədə boğulma, sıxılma əlamətləri verə bilər. Və biz də bir sutku qaldıqdan sonra ertəsi gün həmən drenaj boru xaric olunur və xəstə evə yola salınır. İndi isə sağlıq dəyişilir, xəstə evə yola salınır. Sarğı da rahat bir şəkildə, yəni xəstədə heç bir ağrı olmur. Bəs əməliyyatdan sonra ağrı oldu sizdə? Sadəcə belə deyək də, öskürəndə eləyəndə falan bir balaca ağrı verir. Boğaz ağrısı kimi. Boğaz ağrısı kimi, bəli. Yemək də yemirsən? Yemişəm, bəli, sağ olun, var olun. Çox gözəl xidmət göstərdilər. Təşəkkür edirəm. Bütün personala. İndi drenaj boru çıxarılır, xəstə. Drenaj boru çıxardan zaman xəstə deyilir, dərin nəfəs al. Dərin nəfəs al, saxla. Tamam, bitdi. Elə narahatçılıq olmadı ki? Yox. Oldu. Allah kömək olsun, keçmiş olsun. Var olasınız. Allah sizin canı sağ olsun. Azərbaycan Türkisində belə sizin iş mütəxəssislər çox olsun. Sağ ol. Təşəkkür edirəm sizə.